Esselamu Aleyküm ve Rahmetullah. Ramazanın 12-ci günündəyik. Allaha həmd və şükürlər olsun ki, Ramazan girəndən bəri paylaşımlar, filmlər davam edir və inşallah da davam eləyəcək. Deməli, hədis inkarçıları deyin biləsiniz kimlərdir? Hədis inkarçıları çoxdur. Deməli, 19-cular Rəşid xəlifəni peyğəmbər olaraq qəbul edənlər. İstir Türkiyədə olsun, istir Azərbaycanda olsun, onların belə bir sözləri var idi. Mənə demişlər TikTok'un vasitəsilə. Siz namazlarınızı bütün detalıyla hardan alırsınız ki? Heç bir namazınızın detal olacaq hədis kitabları yoxdur. Allaha həmd və şükürlər olsun ki, mən onlara 10 ciltli bir kitab təqdim etdim. Bir dənə də əlavə olaraq bir ciltli, 11 ciltli belə deyil, bir kitab təqdim etdim ki, yəni bizim namazları, namazın içində əyilməsi, qalxması, iqaməsi, hər şeyi hədislərlə sabit olan 11 ciltli kitabı təqdim etdim onlara. İndi özləri bu filmdə deyəcəklər. Allah həmd və şükürlər olsun və indən belə heç bir əlbalı namaz qılan olsun, əl açıq namaz qılan olsun, bu sözü sakın deməyin. Bəli, deməyin ki, sizin hədis kitablarınızda öz namazınızı bütün detalıyla Allah Rasuluna dayanacaq hədisləriniz yoxdur. Siz o böyükləriniz, Türkiyədə oturan böyükləriniz alladıb, siz də bizi allatmaq istəyirsiniz. Xeyr, əstəğfurullah. Xeyr, elə deyil. Nəysə, bunu keçdim. Özlərinə, yəni dünənləri, səhv etməm, dünənləri WhatsApp-a dəlilləri atdım ki, buyurun, baxın, görün və şahid olun və bizlə işimiz olmasın bu mövzuda ki, sizin hədis kitablarınızda bütün detalıyla namaz yoxdur. Var və şahid oldunuz. Bu bir, bunu qoyduq qırağa. İkincisi isə, belə deyək də, siz bugün hədis inkarçıları, 19-cular, mən daha doğrusu indi səhifədə axırda verəcəm inşallah. O kitabı göstərəcəm inşallah. Göstərəcəm ki, bu kitabı tapın, bilin, agah olun ki, bu kitab həqiqətən də var. Yəni, namazın bütün detalları var. Ən çox elə bunun üzərində qalmaq istəyirdim. Deməli, İnşallah sizə təqdim eləyəcəm, hədis inkarçıları ilə söhbət edirəm. Valla onların xətrini çox istəyirəm mən. Bir insan kimi çox istəyirəm. Hər gün elə istəyirəm, onlarla söhbət eləyəm. Eləsi var, onlarla söhbətim alınır, eləsi var ki, alınmır. Yəqin bildi bir nəfər kimdir. Amma Allah həmd olsun, bir-birimizi başa düşə bilirik də. Yəni, biz hədis inkarçılarına bunu demək istəyirik ki, Quran yetərsə sizin üçün, xahiş edirəm, Qurandan qırağa çıxmayın. Quran hər şeyə cavab verərsə, xahiş edirəm, Qurandan qırağa çıxmayın. İnşallah izləyin və şahid olun. Esselamu Aleyküm və Rəhmətullah. Dosto, bunu nə qəd eləyirəm, məsələn, mənə meydan oxudular bununla bağlı ki, məsələn, hətta bir neçəsi ilə danışdım, məsələn, bu 19 sistemin qəbul edən qardaşlarla, ümumiyyətcə də bu Quran sistemi ilə qəbul edən qardaşlarla danışdım. Siz hətta deyəsən, səhv eləmirəmsə, onlara şey də atmışsınız, WhatsApp üzərindən hədislər atmışsınız ki, Peyğəmbəri belə görüblər, belə eləyiblər. Prosta bir də mən orada qaranlıq qaldı ki, orada yəni bütün belə deyim, mövzular gəlir. Bir də o belə deyim, namazı yəni sırf Məhəmməd elçidən deyil də, yəni mən bir dənə burada ilişirəm. Bununla bağlı necə bir açıqlama verə bilərsiniz? Zəhmət olmasa yəni. Aha, gözəl. Birinci çalışaq sualı verməmişdim qabaq. Sualı yığırıq və sualı qısa olaraq veririk. Bu bir. İncimirsən belə öyüd nəsiyyətdən, belə məsələn. Yox, mən sadəcə sualı başa düşdünüzmü? Yəni əsas odur. Sən elə danışanda mən başa düşdüm. Sadəcə saxlamaq istəmirdim sizi. Buyurun. Maşallah. Deməli, siz demək istəyirsiniz ki, sizə görə, bildiyinizə görə namaz deməli
Adəm İbrahim əleyhissalamdan gəlib. Biz də deyirik ki, namaz Yox. hə, Üzr istəyirəm. Mən yəni bu mövzuda keçən səfər yenə də deyirəm, axırıncı da sizin o debatınızda, yəni mən belə deyim, təzəyəm, yəni heç nə belə deyim, tam şey deyə bilmirəm. Yəni çözə bilmirəm. Mən sadəcə aha, keçən səfər bax belə deyim, Quranı tam suala qəbul gəlin, edən bax suala Quranla gəlin. tam gedən belə deyim, qardaşların da görüşünü götürdüm. Onlarla sizin də onlar məsələn sizə belə bir sözlə irəli gəldilər ki, bizə Məhəmməd Elçinin ağzından Quranı, namazı gətirin. Siz də dediniz ki, gətirəcəm və mən sonra onlara hətta şəxsi də yazdım ki, qardaş, bu qardaş iddia eləmişdi ki, mən yəni 60 vərəqli orada siz belə bir söz işlətdiniz ki, yəni mən sizə atacağam, o uzundur. Mən dedim o gətirdim, o da dedi ki, bəli gətirib. Məsələn mənə də atdı onları. Prosta Neçədən kitab atıb sizə? necə? Neçə kitab atılıb sizə? Valla kitab sayısını bilmirəm. Sadəcə belə deyim, necə deyim, yəni alimlərin görüşü də məsələn biri belə görür, biri elə görür. Yəni nəyi demək istəyirəm? Sırf bu məsələn bax namazın sırf belə deyim, Məhəmməd Elçidən açıqlaması varmı? Yəni bax ən çox aldığımız bax meydan oxumalı sual budur. Buna cavab verirəm mən. Mən buna cavab verirəm inşallah. Mən sizi bax bu günlər oxumuşam. Bir kitab 550 vərəqlidir. 550 vərəqli bir kitabdır. Bir dənə alalım telefon, gətir mənə bir dənə. Saytın nömrəsini verirəm. Orada 10 dənə cilddir. Mənə deyirlər ki, sənə sual veririk ki, bütün detalıyla namaz dəlillərin ver. Mən də deyirəm, o bir kitab 500 deyəm mən sizə göstərdim buradan. Bir də üzr istəyirəm. Bax, mənim bir dənə eşitdiyim mövzu burasıdır. Görürəm məsələn elmlisiz. Bax, yenə də deyirəm. Mən bir dənə burada bax məsələn o hədisləri məsələn belə deyim, araşdırıram da. Məsələn orada bəli, orada məsələn alimlərin görüşü. Skrit eləyin, xahiş edirəm. Girin. Baxmışam, incələmişəm onları. Baxmışam. Məsələn orada alimlərin görüşü var da. Yəni gördüyünüz kimi namazı qılın. Baxın, məsələn bu peyğəmbərdən deyil axı. Bax biraz orası məni çox belə deyim, qəlbimi tam təmin eləmir də. Yəni bax 49-un bir dənə üzr istəyirəm, mən fikrimi çatdırım. Bax 49-un oxumusunuz o kitabı? Necə? Hə, oxumuşam. Orada məsələn deyir ki, belə deyim, ixtilaf edirlər. Yəni görüblər də. Gördüyünüz kimi, mənə gördüyünüz kimi namaz qılın. İndi belə bir şey çıxır da. Yəni bu namazın açıqlanması Məhəmməd peyğəmbərdən gəlirsə, bu Məhəmməd peyğəmbər bunu açıqlamalıdır özü. Yəni görmək biraz zənn deyilmi? Bax 49-un o ikisində deyir ki, zənnə uymur. Mən sizə bir dənə bir söz deyim. Siz bu kitabı oxumusunuz yoxsa yox? Hansı kitabı? Sizə göstərdiyim kitabı oxumusunuz yoxsa yox? Tam başdan ayağa yox, oxumamışam açığı. Yəni belə bax 3-5 dənə hədisini oxumuşam. Bax belə deyim. Başdan aşağı oxumamısınız deyənə həmən buna qərar vermək olmaz ki, siz başı götürdünüz, axıra kimi oxuyun. Siz elə bil ki, bir kinoya baxırsınız, 10-cu dəqiqəsində söndürürsünüz ki, mən bu kinonu başa düşdüm. Belə şey olur. Yox, belə bir şey var. 23 ili 10 dəqiqəliklə başa düşmək olar. Yox, bax, məsələ burasıdır ki, bax, siz yenə orasını, bax, siz mənim sualımı tam başa düşmədiniz, ya da mən özümü izah edə bilmədim. Bax, mənim əsas problemim bilirsiniz nədir? Bax, qəlbimə təmin eləmədiyim burasıdır da, yəni, biraz da açığı götürəndə, yəni, meydan oxunmalı bir məsələdir. Yəni, eləyirlər adam. Məsələn, o hədisi oxuyuram, deyir ki, məsələn, filan alim deyir ki, məsələn, filan cür qılıbdır Məhəmməd Elçi. Mən də yəni bu Allah da deyir ki, zəndir də. Yəni zənnə getmir. Mən nə bilim ki, o düz yazır, yazmayıb. Gəlin belə eləyək. Gəlin belə eləyək. Bir də belə bir şey var. Mən sizə hədis kitabını bu hədisləri mən sizə 11 dənə cilddir. 11 dənə cildi sizə göstərmişəm. Siz bu yerləri oxuyun, hamısını oxuyun. Yəni 12 seriyalı olacaq, 11 seriyalı olacaq kinonun 10 dəqiqəsinə qulaq asıb hökm vermək də biraz demək o 10 seriya Məhəmməd Elçidən deyil, problem olar. Sizdə məsəl üçün hədis inkarçıları var ki, bir ayəti biri başqa cürə yozur, biri başqa cürə yozur, biri başqa cürə yozur. Hədis inkarçılarını bir yerə yığsaq, bir ayət üzərinə
hamısı ümumi şeyi deməyəcək ki, fərqli olaraq görüşlər deyəcək. Yox, Ha, belə düzdür. deyil. Aha. Necə? Başa düşmədim. Deyirəm ki, Ha, məsələn, hədis inşaatçılarını bir yerə yıxsan, Türkiyədən, Azərbaycandan, İrandan, Bəli, bəli. Avropadan Bəli, bəli. bir ayətin üzərinə gəlsək, Bəli. hamısı fərqli olacaq sözlər deyəcəklər. Bu O, problemi, əslində bu problem, maşallah gözəl mövzuya toxundunuz. Bax belə bir şey deyim də. bu problem sizdə də var. Biz alimlər, siz hədisə yaxınlaşaq, görəcəyik. Məsələni açıq-aşkar olub görəcəyik. Bu bir və ikincisi isə bu sualı verə bilərsən mənə, haçan verə bilərsən? Sizə mən göndərdim 11 dənə cildi oxuyun. Deyin ki, məsəl üçün, bax, ay Elçin, sən namazda belə eləyirsən, Allahu Ekber eləyirsən. Orada yoxdur bu hədis. Bunu hardan almışsan sən? Sən denə ki, əlbalı namaz qılırsan. Bunu sən hardan almışsan? Orada yoxdur. Namazın içində Muhammedə və həmçinin İbrahimə, Allahın salamı olsun onlara və onların ailəsinə. Bunu deyirsiniz. Bunu hardan almışsınız? Bizim hədis kitablarında bu var. Mən bunu ona görə bütövlüklə hamısını vermədim ki, bir kitab 55 dənə vərəqlidir. Onu mən hamısını oxusam bura tab gələrmi burada? Bax, üzr istəyirəm. Bunu da deyim ki, çox adam deyir ki, biz sual veririk, bizə deyir ki, WhatsApp-a gəl atım. Axı bu ciddi kitablardır. Mən səni dəlillə atıram da. Nə gözəl. Biri var, mən özüm, yəni boş danışam, amma mən sizə öz hədislərimi, namazın təlimini, necə, nətərdir, onu atmışam. Bu iki. Üçüncüsü isə hansısa bir hədis inkarçısı ayəti belə başa düşürsə, elm tələbəsi video rolik hazırlayır, kitab yazır. Bir alim də bu hədisləri oxuyur, ona görə yazır. Bu bundadır, bu bundadır. Yəni bu tema sizdə də var, bizdə də var. Amma bizim üçün əsli nədir? Peyğəmbərin hədisidir. Biz bu hədisi oxuyuruq, görürük ki, bu alimin dediyi bu hədislə uyğun gəlib, yoxsa yox. Məsəl üçün, bax, məsəl üçün bir misal deyəcəm sənə. Əhl-Sünnətdə 3 cürə namaz forması var. Biri belə qılır, biri göbəkdən aşağı qılır. Yox, bəli. Deməli, 3 cürə namaz qılmaq var Əhl-Sünnətdə. Biri belə qılır, biri isə belə qılır. Mən isə bax belə qılıram. Niyə? Buna aid olacaq ayətim və hədisim var. Bunlar isə alimlərin öz ictihadlarıdır, öz çıxartdığı qənaətdir. Yox ki, İslamda bunun hökmü yox imiş, onlar özlərindən çıxardıb. Yox, onların öz dönəmində hansısa bir hədisə rast gəliblər və ona uyğun olaraq da danışıblar. Quran ayəsi və yaxud da hansısa bir hədis o alimə olduğu kimi çatmayıb və yaxud da ki, dönəmində görməyib də. Yenə deyirəm və altına xətt çəkirəm. Quran-ı Kərimə görə, İslama görə biz əlbalıq namaz qılarkən belə eləyirik. Boğaza yaxın. Alimlər çox söz deyir, amma biz onu, şəxsən mən onu axtarıram. Əgər deyibsə, mənə ayət, əgər deyibsə, mənə hədis. Rəy istəmirəm, çünki din tamamlanmışdır. Sadəcə ola bilsin ki, bu alimə çatmayıb deyənə o tema, o özündən çıxardır bunu. Yəni, mənim işim, gücüm nədir? İslama girmişəmsə, bu İslam paltarını alim mənə geyindirməməlidir, bu İslam paltarını. Alim yox, mənə Quran və Peyğəmbərin hədisləri geyindirməlidir bu paltarı ki, bu paltar mənim əynimə olsun və bundan ötürü də qiyamət günü mən sorğu-sual çəkməyim. Başa düşdüm. Onda belə deyim də, məsələn, bu hədis deyirik, hədis deyəndə də, hədisi savunan kimi 31-ci surənin 6-cı ayəsini deyirlər ən çox. Yəni, bunu bir açıqlaya bilərsiniz, zəhmət olmasa, Loğman surəsi. Məsələn, deyirlər ki, biz Quranı qəbul edirik də, məsələn, sən də, mən də, bunu heç kim yəni ixtilaf edə bilməz. Orada məsələn deyir ki, insanlar arasında təməlsiz hədis, yəni bu, mən istəyərəm, siz oxuyub onunla bağlı bir zəhmət olmasa görüşünüzü alam görün. Bax, məsələn,
bizi yaradan Allahdır da. İndi əsas biz Allahın kəlamıdır da, belə deyim. İndi məsələn bu ayəni oxuyanda mən məsələn hədis sistemindən çox qorxuram və belə deyim, adam nə qədər olmasa indi deyir təməlsiz. Bax indi belə bir şey var ki, biri məsələn o elə deyirsiniz ha, məsələn 10 seriya var. Belə bir şey də var ki, məsələn o 10 seriya məsələn elə birinci seriyasını oxuyanda deyir ki, mənə gördüyünüz kimi namaz qılın. Bax məsələn bu təməli siz təməli biraz mənə çox belə deyim. Bax 31-in 6-sını bir dənə yəni xahiş edirəm da sizdən. Mən onu oxuyacağam. Mən səni tanımaq istəyirəm. Amma belə inşallah tanımışam səni. Yəni əqidəvi tanımışam. Birinci bu sözü deyənlər var ha. Məsələn, sizin hədislərdə belədir. Siz Qurani Kərim məgər sizə yetərli deyilmi? Axı sən indi o ayətə uyğun olaraq bir 10 dənə ayə gətirəcəksən. Mən sizə hələm anlamısınız, mövzunu anlamısınız. Əgər bir insan deyirsə ki, Qurani Kərim mənə yetər, Qurani Kərim mənim həyatım üçün bəs eləyər, Qurani Kərim məni başqa kitablara göstərmir, göndərmir. O deyən insanların həyatında Qurani Kərimdən qırağa çıxacaq, namazın ibadətinə salacaq görüntü var. Biz bunun haqqında danışmalıyıq. Əzizim, sən mənə Qurani Kərim deyir. Qurani Kərim deyir ki, burada hər bir şey var. Bax, hər bir şey var. Yox, elə deyilmi? Bəli. Aha, gəl belə eləyək. Bax, nə dedin sən? Dedin ki, Qurani Kərimdə hər bir şey var. Allah deyir, namaz qıl. Hə? Yox, bax, üzr istəyirəm. Biraz namazın bütün detalları Qurani Kərimdə var, yoxsa yox? Bax belə ona əslində bax belə deyim. Mən hələ o namaz mövzusu belə deyim də biraz praktikdir. Yəni ona keçənə qədər bax belə bir şey var da. Məsələn, əsas odur ki, məsələn biz bilirik ki, görürük ki, məsələn kitab, məsələn Quran kitabından 10 qat üst-üstə, bayaq elə siz özünüz də qeyd etdiniz ki, 10 qat hədis yazılıb. Yəni bunların hamısı düz ola bilməz. Siz özünüz də bunu mənə elə gəlir təsdiqləyirsiniz ki, yəni yox, var da belə deyim, seçirsiniz. Amma burası var ki, məsələn birinə hədis deyən kimi, bax məsələn bu sırf Quran yolu tutanlara da məsələn deyən kimi məsələn bax hədisdə görsən belə deyir. Tez bilsən nə deyir? Deyirlər ki, məsələn o 77-nin 50-sində Allah deyir ki, üzr istəyirəm 6-ın 114-ündə deyir ki, bu kitabı sənə tamamilə mufassala, bax ərəbcəsi mufassaladır. Vəh etmişkən yasa qaynağı olaraq Allahdan başqasını mı arayır? Açırsan məsələn ayəni oxursan 6-nın 114-ü. Mən oxudum, yəni həqiqətən belə deyim, bilgim olmayan da şoka düşdüm ki, bax birinci Allahın kəlamında Allah deyir ki, bu kitab mufassaladır. Məsələn 6-nın 38-də deyir ki, biz bu kitabda heç bir şeyi nəzərdən qaçırtmadıq. Yəni bu ayəni oxuyanda biraz sən qalıram belə də, yəni bilmirəm. Allah'a mən inanıram deyənə. Yəni Allahın sözünə də inanıram. Bilirəm sən hədis nədir? Mən səni başa düşürəm. Mənim hədis inkarçılıq barəsində 15 ildən yuxarı stajım var. Mən sənin yanaşma metodu çox gözəl bilirəm. Mən də deyirəm ki, Qurani Kərimdən başqa bir kitaba Qurani Kərim göndərmir. Nə varsa izah olunub. Namazı mənə izah elə. Mən bunu mövzudan qaçmaq üçün yox, siz bu ayəti tam olaraq başa düşməmisiniz deyənə deyirəm. Bax, bir söz dediniz. Dediniz ki, bir dənə namazı anlatmaqdan ötürü 10 cild kitab yazılıb. Amma biz hədis inkarçılarının filmlərinə baxsaq YouTube'da 50 saat, 60 saat üzərində qalırlar və indiyənə kimi də indən belə bəlkə 1000 saat olacaq, 2000 saat olacaq bilinmir. Baxın, o hədisin içərisindəki o kitabların içərisindəki olacaq o tartışmalardır. Filan kəs belə gördü, filan kəs belə gördü. Onlar dəlilləri möhkəmləndirməkdən ötürüdür bu çoxalması. Zəif hədisləri gətirməsi orada alimlərin tartışması var. Sahabələrin tartışması bütünlüklə, çırpaqlığıyla, necə ki hədis inkarçılarının filmlərinə baxsaq biz görərik ki 100 saat dərsləri var. Bir ayəti anlatmaqdan ötürü 2 saat adam danışır. Adam çox gözəl danışır. Yəni bu şey problem sizdə də var. İndi mənim baxın, çox
Bir də Mən bax bunu deyəndə üzr istəyirəm. Bax qəşəng mövzuya toxundunuz. Bax belə bunu deyəndə bilirsən nə deyirlər? Məsələn, həqiqətən mənə bu çox maraqlıdır da. Mənim özümə də bir elmsiz belə deyim, hədisdən tam anlayışım. Bax məsələn mənə deyirlər ki, Kütüb-i Sittə neçə dənə hədisiz var, səhih hədisiz var. Onun sayını bir dənə, yəni dəqiq sayı var, mən çox maraqlıdır. Yəni bax məsələn Quranda Dəqiq. biz bilirik ki 6000, yəni 114 surədə, yəni bu bitdi. Nə Allahdan qədər? gəl. Məsələn 114 Quranda nə surədə. qədərdir? 114 surədə, yəni bundan bitdi. 114 surə Allahın Yox, yəni sizə görə bitmir. Bax, Qurani-Kərim sizə görə təhrif olunub. Əlavələr var. yox, o başqa mövzudur. O heç onu Görürsən, hələ deməli bax, hədisin içində zəif, yalançı olduğu kimi sizin dində də yalançı ayələr də var. Bu görürsən yox, oxşarlığı bildim. var. Bax, məsələ problem odur ki, məsəl hədisin sayı da mən çox xahiş edirəm. Bax, mən ən çox verilən sual budur. Bax, mən hədis sayı gətiriyorum bax. Mən deyirəm ki, qardaş, hədis yəni gəlir də bu hədis. Mən hədisin sayını bilmirəm, amma o demək deyil ki, mən bilmirəmsə heç kəs bilmir. Amma mən sənə inşallah bunu deyərəm. Yəni Yox, valla bu məsələ budur ki, bilmirəm. bir dənə çox üzr istəyirəm, yəni çox. Aha. Mən istəyirəm ki, bax gələn yayımlarda mən nə vaxt yəni izləyirəm də, yəni inşallah sabahda biz mən bu neçə dənə bax məsələn qardaşa sual vermişəm. Həqiqətən məsələn bax məsciddə də neçə dəfələrlə neçə sual vermişəm ki, məsələn ağsaqqalda baxıram məsələn ki, neçə yəni mən bunun həqiqətən dərinliyinə inşallah ki, yəni gedəcəm də. Bu yəni bax bu səhih, məsələn zəif, bunların sayların bax məsələn istəyəndə deyən kimi tez deyirlər ki, qardaş sənin neçə dənə hədisin var? Yəni mənim deyir ki 114 dənə surəm var. Deyir, "Vəsə məndə qutardı, yəni bitdi." Amma deyir bax məsələn sən gətir görüm hələ. Mənə deyirlər ki, sən Siz Qurani-Kərimdən götür. qırağa da çıxırsınız. Bax. Sizin ayələr Qurani-Kərimdə sizin həyatınızda olacaq Qurani-Kərim təkcə deyil ki, namazın bütün detallarını siz Qurandan götürmürsünüz ki. Yox, onu da indi sən necə Sizin üçün Qurani-Kərim qurtardı məsələsi deyil. Onun üçün deyirəm qardaşım, səmimi olaq da lütfən səndən xahiş əlbəttə edirəm. ki, mən bura sizdən bilgi almaq istəmişəm, çox xahiş edirəm. Bax, baxın, nə sual verdinsə Allahın izni mən sənə cavab verdim və sən bax bu söz var ha. Bir dənə ziddiyyətliyə bax. Gör hansı pozisiyadasınız siz 19-cular da belə deyək. Üzürlü say mən tanısınlar və tanıyaq deyənə yoldaşın özü hədis inkarçısıdır. 19 rəqəmi ilə həyat qurandır da. Deməli deyir ki, səhv nəsə desəm saxlayarsan. Deyir ki, Qurani-Kərim yetər. Qurani-Kərim mənə bəsdir. Nə varsa oradadır. Başqa kitablar yoxdur. Amma sən bir dənə bax bunu araşdır ki, sən bunu necə həzm eləmisən? Bax, Necə qəbul etmisən? mən onu bilsən necə həzm eləmişəm? Üzr istəyirəm. Qurani-Kərimdən qırağa çıxılır. Bax, Sizin mənə üçün bilsən nə 17 114 surənin içində də ayələri, başqa ayələri də siz inkar edirsiniz. 114 surə belə yəni çox oldu. Mən sizə bir söz deyim. Bir sual verəcəm. Peyğəmbərin ilk möcüzəsi nə idi? Peyğəmbərin bir möcüzəsi olub 29:50. İlk möcüzəsi nə idi? Sənə belə deyim, yendirdiyimiz bu Quran. Yox, mən əsas problem bilsən nədir? Çox üzr istəyirəm. Yəni mənə bax bir dənə cavab verə bilmədim. Bir dənə bax mən sizdən xahiş elədim bayaq. Yenə yaddan bir dənə 31-in 6-sı bax. Mən ən çox gəlirlər ki, qardaş, sən Quranı qəbul etsən. Deyirəm ki, bəli. Deyir 31-ci surənin 6-cı ayəsi, bax 77-ci surənin 50-ci ayəsi. Çox deyir qardaşım, çoxdur. Qurani-Kərim yetər. Bu Qurani-Kərim buraxıb yox, hədis, məsələn, söz, hədis söhbəti var da, yəni bunu mən demək istəyirəm ki, siz deyə bilməzsiniz axı bunu. Bunu xəyam mənə deyə bilər, xəyam. Adam namaz qılmır, oruç tutmur, nə varsa Quranla. Deyir ki, Qurani-Kərimdə yoxdursa, mən başqa kitablara gedə bilmərəm. Mənim xəyamla özümün şəxsi olaraq müzakirələrim olub. YouTube kanalında, WhatsAppda, canlı yayımda söhbətim olub. Elə onun namazını buraxdırmağa elə bax, mənim kimi insanlar olub. Dəvət eləmişik, demişik ki, demişsiniz ki, Qurani-Kərim yetər. Qardaşım, bu namazı həyatından çıxart. Qurani-Kərimdə namaz deyiləcək bir. Onu bilsən necə açıqlayırlar. Yəni siz bunu mənə deyə bilməzsiniz, qardaşım, mənə deyə bilməzsiniz ki, Qurani-Kərim yetərli kitabdır. Yetərlidirsə, sizin həyatınızda namaz nə edir? Bax, bir dənə üzr istəyirəm. Bir dənə üzr istəyirəm. Yox, belə bir şey var da, yəni.
Bax bir dənə üzü belə bir şey deyirlər də. Yəni bunu deyə bax bu sözü mən deyirəm. Bir sən bax qardaş bir dənə belə bir şey deyim də. 6-nın 114-ü, məsələn 6-nın 38-ini siz də qəbul edirsiniz. Yəni Quran məndə. O nə sənin sözündür, nə mənim sözümdür. Gəl bunu qəbul eləyək. Yəni bu Allahın kəlamıdır. Yəni bu siz bax bir dənə bax sizin mən məsələn bu mövzuda yəni belə deyim. Siz deyirsiniz ki, onlar deyir ki, yəni ki, onlar belə deyim. Fərqi yoxdur da. İndi Xəyyamdır, qardaşdır, kimdir tanımıram. Yəni həqiqətən İnşallah ki tanış olarıq. Deyirsiniz Quranı namaz qılmır. Yəni Bilsin niyə namaz qılmır? Çünki deyir ki Allahu Ekber, bax Allahu Ekber. Esselamu Aleyküm. Bu hədisdəndir. Bu Quran-ı Kərimdən qıraqdadır. Bax məsələ budur ki, mən məsələn mən hədis oxumamışam. Bax qardaş, mən hədis oxumamış namaz qılırdım məsələn. Sağa sola salam verirdim. Bu mən hədisdən götürmüşəm. Yox. Yəni mən bu real Quran-ı Kərimdə yoxdursa Quran-ı Kərim onda etiraf elər ki, səni başqa yerə aparır. Denə. Yox, bir dənə sən etiraf etməliysən ki, Quran-ı Kərim naqislik var. Deyib namaz, amma məni başqa əgər naqislik yoxdursa, tamamlayan bir kitabdırsa, namaz içində olsun. Yox. Niyə çölə buraxırsan? Allahın meydan oxum yox. Mən bu mövzuda da sizlə çox razı deyiləm. Niyə? Bax üzr istəyirəm. Çünki Allah deyir ki, bax zinə eləmə. Biz zinanı da biz Quranda görmürük. Ya hardan götürürük zinanı? Hardan götürürük? Atalarımızdan düzdür. Yəni biz zinanı atalarımızdan götürmüşük də. Eynən də namaz. Atalardan din götürmək olar, qardaşım. Atalardan din götürmək olar. Sorğulamaq var da 270. Bu onda özün izah eləyə bilmir ki onda sənə. Yox. Kitab səni izah eləyə bilmir. Namaz pratikdir, görünən bir şeydir. Mən yenə də deyirəm, amma mən məsələn razılaşmadığım hədis mövzusunda. Görünən bir şey deyirsən, bax. Hədis. Məsələn hədis heç ki, bax qıraqda insanlara sual versin. Namaz qılanda var. Bax, Elcana sual vermişdim. Elcana demişdim, ay Elcan, deyirsiniz ki, görsənən namazı qılın da, hə? Deyir, hə, biz gördüyümüz namazı qılıram. Deyirəm ki, 4 cürə namaz forması var. 1, 2, 3 və 4. Bunun hansı doğrudur? Mənə deyə bilərsən, dedi ki, problemdir, hansını qılırsan qıl da. Belə din olar, subhanallah ilə. Yəni, Peyğəmbərimiz yəni 4 cürə dayanıb. Mən onlardan soruşmuşam açığı. Qoy deyim məsələn, mən nə izah veriblər. Məsələn, əsas deyir ki, məsələn, Taha 14-də nə deyir? Məni xatırlamaq üçün namaz qıl. Əsas yəni Allah üçün belə deyim, mövzu olan nədir? Allahı anmaqdır. Allahı anmaqdırsa, bizi irad tutursunuzsa ki, siz namazınızın içində Muhammed-i, İbrahimi salmışsınızsa, siz namazınızın içində ətrafdakı olacaq neymətlərə salam verirsiniz. Siz başqalarını da anırsınız. Başqa neymətlərə də biz ad çəkmirik. Yox, mən məsələn öz adıma deyirəm. Bax, məsələn mən ad çəkmirəm axı, yenə də deyirəm. Məsələn Allah deyir məni xatırlamaq. Amma siz məsələn Məhəmməd deyəndə bu başqasını da anmaqdır. Taha 14-ü çeynəməkdir. Bax, indi mənə bax, əzizim, Ramiz, sənin adın Ramizdir? Rıza. Bax, sən namazda bax belə eləyirsən. Esselamu aleyküm, esselamu aleyküm. Başqalarına anırsan yoxsa yox? Bu mələyə salam vermək deyil axı. Yox, mən mələyə demirəm. Orada mələyə adı varmı? Sənlə söhbətimdə mələyə demirəm. Ətrafa, bu filmlərimiz var ya qardaş, bunu izah eləyir. Yox, bax, üzr istəyirəm. Bax, Allah deyir ki, məni xatırlamaq üçün namaz qıl. Esselamu aleyküm sağa, esselamu aleyküm sala. Bu kimisə xatırlamaqdırmı? Yox, indi mənə bax, sual verirəm. Amma bu həm ey yunuha niham nəbi deyəndə necə Muhammed elçini xatırlamaqdır. Ay Rıza, bəli. Bax bir dənə, sən esselamu aleyküm deyirsən, esselamu aleyküm deyirsən. Kimə salam deyirsən, mənə anlat. Bax, burada 200-ə yaxın adam var və başqa səhifəm də var, oradan da izləyirlər məni. Çoxu da Türkiyədəki olan hədis inkarçılarıdır. Buyur. Siz, Rıza, bax, sizin açıqlamanızı gözləyirəm. Çox xahiş edirəm. Yəni mən, bax siz elm sahibi. Bax, mənim həyatım namazımın içində İbrahimə və Muhammedə Allahın salamı var. Bax, indi problem budur. Taha 14-də Allah deyir ki, məni xatırla. Bax da sualın cavabını istəyirəm. Üzr istəyirəm. Taha 14 deyir ki, məni xatırla. Rızalıq eləyirsən Rıza. Bax, mən səni başa düşdüm də, sənin sualını mən aldım. Mən də özümü etiraf etdim sənə. İndi sən mənə denə, esselamu aleyküm dedikdə, siz kimə salam verirsiniz? Sual. O kiməsə salam verməkdirmi? Mənə çox maraqlıdır. Yaxşı, bunu nə üçün edirsən? Esselamu aleykümü kimə deyirsən?
Ruku səcdəni məsələn nə üçün eləyirik? Yaxşı, sual Qardaş, verin. lütfən səndən xahiş edirəm. Sən ətrafa salam deyirsən. Kimin üçün deyirsən bunu? Bax, ruku səcdəni, Fatihanı nə üçün oxuyuruq? Allah üçün. Ay, assalamu aleykum və assalamu aleykum. Nə deməkdir indi? Ya namazın İndi içində də bu mən kimin onu üçün? bilirəm ha. Bax, sizin elm tələbələrimiz də hamısı aydınlıq verib ki, biz ətrafdakı olan nemətlərə, məxluqlara salam veririk. Yox, Bunun orada elə bir filmini şey demirik axı. Bax, necə? Orada elə bir şey demirik axı. Sadəcə salam veririk. Vəsə. Yox, bilirəm. Əssalamu aleykum, sən Allaha sülh və əmin-amanlıq arzulayırsan, başa düşmürəm mən. Yox, bax Sən düz bunu Allah deyirsən ki, edirsən. cəmaət deyir ki, nə Sən bunu Allah eləyirsən yoxsa yox. Bir dənə bax bunu deyənə mən səndən qurtaracağım. necə? Sən əssalamu aleykumu Allaha deyirsən yoxsa kimə deyirsən? Qardaş, mən Taha 14-ə görə deyirəm. Məni xatırlamaq üçün namaz qıldım. Bax Allaha mı deyirsən əssalamu aleykum? Allahın sənə salamı və xeyri və bərəkəti olsun. Allaha mı deyirsən bunu? Kimə deyirsən? Qardaş, çox xahiş edirəm. Sən mənim cavabımı tutmursan. Bax mən deyirəm ki, Taha 14 deyir ki, məni xatırlamaq üçün namaz qıl. Mən də salam aleykum deyirəm və salam aleykum deyirəm. Yəni bu kimisə xatırlamaqdırmı? Bildim. İndi mən də sənə deyirəm ki, sən niyə bunu gizlədirsən ki? Sən əssalamu aleykumu niyə verirsən? Kimə verirsən? Və əssalamu aleykumu diriyə verirlər, ölüyə verirlər. Kimə verirsən sən bunu? Allah səndən bunu istəyibmi ki, ətrafa salam aleykum deyəsən? Yox, bildim. Yaxşı, onda Niyə bunun verirsən bunu? hədislə açıqlaması nədir? Yaxşı. Hə, açıqlaması. Yox. Bizim hədislə açıqlamağımız mələklərə salam verməkdir. Sizin açıqlamağınız, amma görürəm ki, qardaşım, Yox, siz bax, bu yerdə həqiqəti deməkdən çəkinirsən. Niyə çəkinirsən? Niyə qorxursan, əzizim? Yox, mələklərə, siz mələklərin adını çəkmirsiniz. Mələk demirsiniz. Siz demirsiniz axı, mələklər salam aleykum, salam aleykum. Elə demədiniz axı. Yox. Axı bizim niyyətimiz, biz elə bir söz deyərik. Niyyət varsa onda heç namaz da qılmayaq. O niyyətə getməyək. Yox. Əsas ağızdan çıxan sözdür da. Çox xahiş edirəm. Buna görə. Bax mənə. Mən sənə özümü izah eləmək istəyirəm ki, bayaqdan 30 dəqiqədən sonra mən səninlə sağollaşacağam inşallah. Sülhlə, əmin-amanlıqla bir də görüşərik. Çünki burada çoxlu suallar yığılır. Çoxlu mesajlar var. Mən sənə tam olaraq özümü anlatım 1 dəqiqənin içində. Əzizim, siz hədis inkarçıları, biz hədisi qəbul eləyənlərə irad tuta bilməzsiniz hədis mövzusunda. Çünki niyə? Bu günləri sizin namazımızın içində hədislər, başqa insanların hədisləri, gözlə görünən hədis deyil axı, əziz qardaş. Başqa gör elə səhnədir də. Bəs sən mənə sübut elə ki, o bir ayətdir. Yəni ki, bunu qəbul edirəm. Sən mənə sübut eləyə bilərsənmi ki, bu 4 dənə namazdan hansı, bax bu 4 dənə, 2 dənəsinə gedirəm. Bax belə də qılırlar, belə də qılırlar. Sizin din elə duranda Allahın hansı ayəsini pozuruq? Mən sənə bir dənə belə sual verim. 4-dən birindən duranda məsələn. Sağ ol. Mən deyirəm ki, ayət səni xilas eləsin. Fikirlər, ətrafdakı olacaq görüntüləri bu Allahın ayələridir. Deyə bilməzsən, bu görüntülər Allah İbrahim əleyhissalamdan belə görsənmişdi. Necə ki başqa şeylər təhrif olunursa, İncil və Zəbur, Tövrat təhrif olunursa, görsənən də təhrif ola bilir. Əzizim, mən demək istəyirəm ki, Quran-ı Kərimdə əgər hər şey varsa, lütfən qırağa çıxmayın. Bu Quran-ı Kərim sizə, Quran-ı Kərim sizə başqa kitablara, başqa tarixə, səfərdir sual verirəm, yenə verirəm. Bir də 31-in 6-sını siz oxuyun bir dənə, çox xahiş edirəm. Bax, mənim üçün ən... 31-in 6-sını bir dənə oxuyun. Səninlə sağollaşacağım inşallah. Yaxşı, inşallah. Qulaq asacağım inşallah, yəni aşağıdan... Məndən incimirsən, əzizim. Yox, mən sadəcə sual... İki tərəfin görüşünü alıram, yəni danışır. Məsələn, 31-in 6-sını mən çox xahiş edirəm. Yəni, mənə ən çox narahat edən... Mən yəni Allaha inanan, Allahın kəlamına inanan bir şəxsəm. Yəni Allah'a belə deyim. Onun üçün də məsələn o ayəni biz gözdən gələ bilmərik. Deyir ki, onlar təməlsiz hədis. Yəni bax, çox xahiş edirəm. 31-in neçəsi? 31-ci surənin 6-cı ayəsini. Yəni bir dənə bax bunun belə deyim, olduğu kimi, yəni necə deyim, Yox, estağfurullah. Bax, burada qoyuram. Olduğu kimi oxuyacam. Şəkilin çəkin. Olduğu kimi oxumasam səhifəmə atın ki, yalan danışmısınız.
Yox, əlbəttə ki, yox, əlbəttə ki. Altını Vallahi. opş olaraq hamısını oxu. Bismillah. 31-ci surənin bir dənə sadəcə 6-cı ayəsi. Ha, bax. 31-ci surədir qardaşım, baxın. Ha, Loğman surəsi 6. Bir dənə oxuyun görək. Bax, məsələn, mən yəni eşidib yəni bax 285-də belə bir ayə var da, Amma deyib ki, inanın ki, bu ayət sizin əleyhinizə olacaq. Oxu. Bismillahirrahmanirrahim. olar Bunlar yəni arasında inşallah aydınlaşdıraq elələri da. vardır ki, İnsanlar arasında elələri var idi ki, cahilliyi üzündən Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri satın alar, onların rüsvayçılıq bir əzab olacaqdır. Hə, görürsən, bax indi mən bir dənə sual verim da. Bax belə bir sual verim. Bax məsələn, nə dedi? Boş hədislərdir. Yəni boş hədis. Mən də bax bu hədisi oxuyuram. Bu hədis mənə deyir ki, məsələn, İbn filankəsdən rəvayət olunur ki, Muhammed elçi belə eləyibdi. Bunun təməli, bax bu yazan var, bir yazan. Bunun təməli kimdəndir? Yəni bu alimə, bax 42-ci surənin bir də çox xahiş edirəm 21-ci ayəsini açıqlayardınız. qardaşım, sən bir ayət dedin, bu ayəti ayaqda saxlayacaq. Bax, mən sənlə bu ayət var ha. İttifaqıq. Sadəcə sənə görə bunu mən deyə bilərəm. Amma sən deyə bilməzsən. Niyə? Niyəsin aydınlıq verirəm. Bayaqdan bəlkə 5-6 dəfə demişəm, bir də deyirəm inşallah. Baxın, sizlər deyirsiniz ki, Qurani-Kərimdən qırağa çıxmaq olmaz. Sözdə, bax, sözdə Yox, mən heç bir məsələn mən hədisi, hədisi- bax heç bir alimin hədisini oxumuram Bir dənə- axı qardaş, sən niyə elə Sənə deyirsən? dinlə. Mən gördüyümü Qarşı- sorğuluyuram Quranla. Bax. Məsələn heç bir hadisi qəbul eləmirəm. Məsələn deyirəm ha. Mən sənə Tutaq ki, qəbul sağollaşıram. eləmədim. Mən sənin polunu başa düşdüm. Bax, tamaşaçılar da 300-ə yaxındır. Tamaşaçılar da sənin polunu başa düşdü. Amma sənlə görüşəcəyik. WhatsApp-da nömrəm də deyəsən olmalıdır sizdə. Sual-cavab eləyərik. İndi mən buna sizlə sağollaşım inşallah. Çünki bunu demişəm, aydınlıq vermişəm. Yenə deyirəm, bax, siz hədis inkarçıları Qurani-Kərimdən başqa bir kitablara, başqa bir şəkilə, başqa bir görkəmə gedə bilməzsiniz. Quran sizə nə verirsə, onu götürməlisiniz. Amma Qurandan başqa tərəfə gedirsiniz. Nə Bu, məsələdə? Hansı mövzuda? Nədir? Çox xahiş edirəm. Hə, bax, sözün özü. Məsələn, bax indi. Siz cümə namazı qılırsınız. Və sizi Bəli. görmüşəm. İmam dayanır qabaqda və arxada da cəmaət. Bu səhnəni, yəni imam dayanır qabaqda və arxada da bütün namaz qılanlar. Bu səhnəni sübut edəcək ayət varmı? Yox. Yoxdur. Sonra azana çatır. Amma pozulma da yoxdur da 16-64. Quran pozulmalara deyil. Bax, namaza çağırılış var. Birinci, bunu deyim ki, Qurani-Kərim vəbşi cümə namazının vaxtını təyin etməyib. Üzr istəyirəm. Bu da 16 bir tartışma bir. Xeyr. Tartışma bir. Bunu mən dəqiq mübahisədir. bilirəm. Bu mövzunu mən Yəni- dəqiq bilirəm. Yox. Namaza gələnə kimi Bax, hələ Quran namazımızın pozulmalara içində deyilir. yox, ha. Məğrib namazında cümə qılan görmüsünüz? Rıza. Ya əsrdə, ya məğribdə, ya işada. Zöhr Rıza. namazı hansında qılınır? Cümə hansı namazda qılınır? Zöhrdə. Rıza, Pozulma varmı bunda? Ona görə Quran Rıza. deyilmir. Quran pozulmalara deyinir. 16-60. Rıza, Onun cavabını əslində mənə çox gözəl vermişdilər ha, o Quran deyənlər. Yəni Rıza, yenə də mən deyirəm. bunu başqa müzakirə eləyərəm. Çünki artıq belə deyək. Yox, bax üzr istəyirəm. Hə. Siz deyirsiniz ki, yəni başqa siz hardan götürürsünüz ki, zöhrdə qılırsınız. Mən də deyirəm ki, onlar da Mən deyir ki, ona başqa mövzuya gələrəm. Çünki Quran sizdən ixtilafları artıq- aradan qaldırır da. Yəni Yox, bundan Quran-ı ixtilaf Kərim yoxdur. ixtilafları- Məğribdə ixtilaf- məsələn cümə qılınmır ki. Məğribdən Rıza, deyək ki, cümə qılan görmüşük. Yox, ancaq zöhrdə. Rıza, Bax bu Quran buna görmüşük niyə nədir? deyilsin? Görmüşük nədir? Sənin Qardaş, dəlilin, cümə gördüklərin deyil, namazını sənin dəlilin bu olmalıdır. Bax gördüyümüzə inanmayaq, gedək kiminsə yazdığına inanaq. Mən yəni bu görüşmə Axı qəbul Qurani-Kərim edirəm. deyirsən ki, hər şey var, yetərli kitabdır. Amma sən gördüklərinə də gedirsən. Gördüklərin var sənin, bax. Əli Qardaş, açıq Quranla namaz, əli onu bağlı namaz. təmizləyirsən Bunun hansı 16-64 doğrudur? Nahl surəsi, Bax, Nahl bax, surəsi. Rıza, Mən dənə bax buna cümə cavab namazını məğribdə cümə Rıza. namazı qılan bir dənə müsəlman Ay gətirə Rıza, bir bilərsən, dənə zəhmət bax buna olmaz. cavab ver. Bax buna cavab ver inşallah.
bax, əli açıq namaz qılıram. Aha. Bax, əli açıq doğrudur, yoxsa əl bağlı doğrudur? Fərqi nədir? Fərqi nədir? Fərqi Fərqi sən nədir? bilirsən bunun? Yox, fərqi nədir? Da onun fərqi Qardaşım, nədir? fərqi Allahu Ekber, Rıza olmadı ki. Qardaş, bax, üzr istəyirəm. Rıza, fərqini Bax. görmürsən sən? Taha 14-dəki məni xatırlamaq üçün namaz qıl. Qardaşım, Elə durdun, elə durdun. sən İkincisində namaza də gir. Bu xatırlama var Allah'ın da, qardaş. istədiyi bir dini bir gərəkdir ki, bizdən istəyir. Fərqi nədir? Ay qardaşım, bax, əsas bax, Rıza, bax budur. Bax, mən sizi ona görə qəbul etmirəm. Əsas Allah Fərqi üçün nədir, məni nədir? xatırlamaq üçün namaz qıl. Namaza sən başqa yerdən bir şey gətirirsən və deyirsən ki, fərqi nədir? Hansı olur Əzizim, olsun. Biz problem əsas deyil. ayəyə görə hökm Yox, eləməliyik yox. da. Deyir Rıza, ki, məni salam aleykum. xatırlamaq üçün namaz Rıza, qıl. Yəni salam istəyirsən aleykum. belə tutdun Allahı xatırladın ya belə tutdun xatırladın. Fərqi Buna nədir? qəbul eləyək. Bax, Rıza, mən belə deyana bilərəm. Allahın Görmüsən indiyə kimi elə dayanır. Bax, Rıza. Yox, üzr istəyirəm. Elə dayanan Rıza, mən deyana görmüsən. bilərəm belə. Qardaş, elə dayanan görmüsən indiyə kimi. Qardaşım, sənə görə fərqi yoxdur deyirsən. Yox da elə də yox da. Yox, mən deyana bilərəm buna. Bunu inkar edən ayət var, mənə gətirə bilərsən. Yox, amma sən duruşuğu ilə belə Yox, deyirsən. qardaşım, bunu inkar eləyəcək bir ayət gətirə bilərsən mənə. Qardaş, iki cürə görürük da biz bunu. Əzizim, mənə Əli bağlı, əli gördüm yanında. yox. Yəni, Quran-ı bunun fərqi Kərimdən, nədir? bax sən hədis inkarçısan, sən başqa yerə getməməlisən. Mən bax belə deyanıram Allahın yanında. Mən gördüyümü eləyirəm, mən hədisə getmirəm. Qardaşım, sən gördüyünü edə bilməzsən. Mən elə namaz qılan görməmişəm axı. Bax, bir dənə əlivi yanına Onda qoy, yetərli xahiş deyil, edirəm. etiraf elə. Bax, mən hədisə getmirəm. Mən gördüyümü deyirəm sənə. Qardaşım, Ya əli sənin yanında olur, ya gördüyün əli bağlı olur. ayət deyil. Qardaşım, Sənin gördüyün bax, ayətdən Vallahi. getmir, görünüşdən gedir söhbət. Əzizim, mən sənə deyirəm, bax sən elə durmuşdun, əlləri açdın. yaxşı belə qəbul eləyək. Qəbul eləyək. O gördüyün var ha. Hə. O gördüyün. Hə. Qəbul eləyək. Taha 14'ü pozdu mu o gördüyün bax. məsələn? Gördüyün Çox xahiş içində, edirəm. gördüyün içində Əssalamu aleykum deyənlərə get yoxla, deyəcək biz Aha. mələklərə salam veririk. Sən niyə gördüyün Orada mələk adını hamısını çəkmir axı. götürmürsən? Orada Niyə mələk adını hamısını çəkmir götürmürsən? axı. Qardaş, Necə? orada mələk adını çəkmir axı. Qardaşım, O deyən hədis mələk var da, adını hədis də. Yox, qardaş, mən hədisi qəbul Sən bu eləmirəm. şəkli Qoya hədisi götürürsən, qırağa. Əssalamu Assalamu aleykum aleykum deyəndə götürürsən mələyə deyir və orada. qiblədən də çönürsən. Qiblədən çönmək olar. Qardaş, ay başqa dönümsən. Bir dənə mən qulaq as. Bax, sən deyirsən ki, onlar deyir ki, mələyə salam. Mən də deyirəm Assalamu aleykum deyəndə mələyin adını çəkir orada. Yox. Bu Rıza, da qardaş. Maşını oxuyaraq öyrənə bilərik. biz Allahdan başqa, bax, namazımızın içərisinə Allahdan başqa kimlərisə salmısınız. Bütün nemətləri salmısınız. Siz Əssalamu aleykum Allaha deyə bilərsən sən. Yox, o düzgün söz Rıza, deyil axı. Bir dənə ay aydınlıq Rıza, verin də, xahiş edirəm. Allaha Əssalamu aleykum deyə bilərsən. Qardaş, sən burada bir söz işlətdin Sual ki. verirəm. Əssalamu Bax, aleykum deyə üzr bilərsən. istəyirəm. Xahiş Yox, bax, edirəm. siz- Yox, bax bir dənə üzr Yox, deyə bilərsən Allaha. Siz birinci sözün məsələn şeyindən çıxın Rıza, ondan sonra. bir dənə- xahiş edirəm. bir dənə Bir arada buna bir dənə cavab söz ver də. atırsınız. Sonra deyirsiniz ki, Rıza, yox, Allaha bu düzgün Əssalamu deyil aleykum deyə axı. bilərsən yoxsa yox? qardaş, Rıza. sən atmacı. Gəl onu de, ondan Mən çıx sənə sonra da xahiş təşəkkür. edirəm. Səndən xoş oldu söhbət eləmək. İnşallah görüşərik də. Yox, mən sənə Allah haqqı. Yox, siz bir dənə sənə söz qarşı dediniz, o sözün Nə aydınlığı kinim verin var, də, xahiş nə edirəm. problem yoxdur da. Çünki artıq 40 dəqiqədir. Mən sizdən 30 dəqiqədə qurtaracaqdım. Ucu 10 dəqiqədə getdi. Elhamdülillah. Salam aleykum, görüşərik də. Oldu. Aleyküm Söhbət salam. edəcəyik. Amma bir xahiş Öpürəm edirəm bir dənə. Allah sənə və sənin Bax, ailəvə xeyir və bərəkət versin. Amin. Burada danışdığınız kimi videolarda da sonra çəkəndə, yəni biraz səmimi olun da. Yəni video çəkəndə biraz Mən səmimi deyirəmsə Dostlar mənlə məsələsində- danışma. Yox, bax. Əgər mən sənə görə səmimi deyirəmsə mənlə danışma. Yox, Olar mı? mən demədim. Bax, mən 3 dənə sual verdim, sualımın cavabını alamadım. Yox qardaş, mən sənə görə Mən səmimi səndən də ala deyirəmsə, bilmədim. mən Yaxşı, səmimi mən insanlarla kimə dedim, danışmam. nətər Sən edim, niyə? xahiş edirəm, mən Xoşum cavab. gəlmir. Bax, hə? Əgər mən səmimi insanlarla danışmıram, bilirsən niyə? Xoşum bilirəm ki, yalancıdır da, səmimi deyil. Mənim Əgər qəbul eləmədiyim sizə bir görə də səbəb. mən Bax, əziz səmimi qardaş, deyiləmsə, əziz qardaş. mənlə danışma qardaşım. Bax, mənim qəbul eləmədiyim bir sənədir. Bir dənə üzü, bunu deyim sağollaşaq, düz deyirsən. Sənin yayını çox məşğul et. Bax, mən görürəm məsələn anamda, atamda namazı. Quranla bunu doğruluyuram.
Bu mənim gördüyümdür. Bu hədis Quranla deyil. bunu Siz doğruda bunu niyə hədisə bilməzsən bağlıyorsunuz? qardaşım. Mən çox Quranla bunu maraqlıdır. doğruda bilməzsən. Quran-ı Kerim demir ki Allahu Ekber dedi. Yaxşıdır. Qardaşım, olmadı da. o gördüyüm bir şeydir, o hədis deyil. Qardaşım, Siz onu hədisə sən niyə bağlayırsınız? O gördüğün Çok şeyin xahiş edirəm subutu mənə. lazımdır. Subutu. Qardaş, sən Bu gördüğün gördüyünə şey doğrudur inanırsan, yoksa hansısa yok. kitaba inanırsan. Bu necə olur? Kardeşim Sən o şey gördüyünə doğru. inanmırsan. Sana göre o şey sen Allah'ın huzuruna Qardaş, sən delilli salam bir şey aleyküm deyəndə getirmezsen, pozulma delilli görmürsən salam gördüğün bir aleykümdə. şey Çox xahiş. doğru değil. Əzizim, Ben senden gördüyünə inan. sağollaşıram. Onun bunun yazdığına, yəni çox xahiş edirəm, inanma. Ben Sən sağollaşıram senden inşallah. Teşekkür. Deməli gördüyünüz hədis inkarçısıdır. Mən isə Quran və sünnətlə gedən birisiyəm. Hədis inkarçısı deyir ki, Quran-ı Kerim mənə yetər, Quran-ı Kerim mənə bəs eləyir, mən də onu sıxmaqdan ötürü deyirəm ki, əgər Quran-ı Kerim sənə bəs eləyirsə, Quran-ı Kerim sənə yetərlidirsə, niyə namazlarını Quran-ı Kerimdən götürürsən? Görürsən, Quran-ı Kerim səni aparır. Deməli ehtiyac var. Bu kitabın başqa bir görüntüyə, başqa bir səhnəyə, başqa insanların üzərindəki olan namaz formasına ehtiyac var. Hədis inkarçıları heç biri doğru etmir. Namaza belə girirlər. Allahu Ekber. Esselamu aleyküm, esselamu aleyküm. Bunun Quran-ı Kerimdə dəlili varmı? Esselamu aleyküm, esselamu aleyküm və yaxud da ki, Allahu Ekber. Onun üçün mən hədis inkarçılarını bu yerdə qəbul edə bilmirəm. Özləri də inşallah bunu qəbul etməsinlər. Bizim yanımıza, mənim kanalıma o halda qalxsınlar ki, onların namazında heç ancaq ayət olsun, ancaq ayət. O halda mən onlarla danışa bilərəm. Çünki adam deyir ki, Quran-ı Kerim yetərli kitabdır. Quran-ı Kerimdə hər şey var, amma özləri bir insanın gördüyünü gətirir. Onun gördüyü də onun hədisidir də. Anamızın, atamızın gördüyümüz o demirsiniz hədisi getmirik. Atamın hədisini götürürsən, anamın hədisini götürürsən, babamın hədisini götürürsən. Niye götürürsən bu hədisi? Biz peyğəmbərdən hədis sala bilərik. Bizə olmaz. Siz peyğəmbər olmayan, günahkar olacaq bir insandan niye hədis götürürsünüz? Buna cavab verin. Biraz qışqıra danışıram. Əsəbləşirəm. Kimin hədislə bağlı olacaq? Kanalıma abunə olun. Kanalım möhtəşəm bir kanaldır. Yuxu yozma məndə. Rəddiyələr məndə. İnşallah kanalıma abunə olun. Suallar üzürlü sayır. Suallar çoxdur. Biz çatdıra bilməmişik. Oxu bala. Deyir ki, Elcan indi yayındadır, debata gəlirsiniz. Elcanla mən debata gəlmişəm və filmim də yazılıb. Elcan geçsin, Allahu Ekber deyir ha, esselamu aleyküm, esselamu aleyküm. Onlar hədislərdir. Atalarının, babalarından belə görüblər. Allah deyir, məgər onların ata babaları səhv etməzmi? Yanlış yolda deyilmi? Elcan gətirsin mənə Quran-ı Kerimdən bax bunu. Bax bunu, Allahu Ekber, esselamu aleyküm, esselamu aleyküm. Bu ayət gətirsin, ayət. Ayəti varsa gətirsin mənə. Hədis, görkəm də o. Onların da namazında hədis var. Onların da atalarının, babalarının gördüyü bir şeyi gətirirlər öz həyatlarına. Hədissiz yaşayan insanların həyatında hədis olmamalıdır. Amma namazlarında görkəm var, görkəmlər. Atalarından, babalarından belə görüblər. Oxuyaq inşallah. Vüqar deyirək, qoş demə. Vüqar. Neredesin sen Vüqar? Vüqar kim? Hansı Vüqar? Bizimlə. Məşədi Vüqar. Mən də sayğı ver də bir. Vüqar, salam aleyküm Vüqar. Aleyküm salam. Buyur. Ayaqdan yalvarıram mənim canım. Qardaş, yalvarmayan çörək olmaz. Söhbət edirdim deyənə. Nə Yaxşı eləyirəm. yazıları oxuya bilirəm. Ona görə buyur. Bismillah. Allah Subhanahu taala Quran-Kərimdə deyir ki, məni xatırlamaq üçün namaz qıl. Məni qardaş əgər Quran-Kərimdə bu ayəti götürüb gedirsə, onda baxsın Bəqərə surəsinin 239-cu ayəsində Allah Subhanahu taala deyir ki, peyğəmbər sizə ibadəti nəyi necə öyrədibsə, o formada qılın. Qardaş deyir ki, mənim
cəmaatın içində, ata-babamla, nəslimdə, qohumda, qonşuda gördüyüm hədis deyil. Nətər hədis deyil qardaş? Sənin gördüyün şey hədisdir. İnsanların ibadəti, əli bağlı və yaxud əli açıq dayanmağı bu hədisdir. Yəni qardaş öz dinin belə sözüm sıxmasın, qardaş öz dinində cahildir. Bəli. Həm cahildir, həm də ki öz dinini yəni bilmir də, səmimi də deyil. Çünki özü bilir ki, adam Qurandan kənara çox yerdə çıxıb. Amma bunu qəbul eləmək istəmir. Adını başqa şey qoymaq istəyir. Yəni ki mən gördüm. Görmək hədis deyil. Nətər hədis deyil? Sən cəmaatı görürsən namaz qılır. Deyir ki, mən cümə namazını görürəm, heç kim görməmişəm mən. Çünki cəmaat hədisə uyğun olaraq, hədisə isnad edərək zöhr namazında qılırlar. Sən onun adını hədis qoymaya bilərsən, amma yəni adını qoymasan bu dəyişməyəcək ki, cəmaat hədisə görə zöhr namazında qılır da bunu. Qardaş, bunların hədis inkarçıları əslində hədis halbuki özü var ha. Tövbə surəsinin 128, 129-cu ayəti inkar edirlər. Bunlar nəinki hədisi inkar edirlər, ayələr inkar edirlər. Deyirlər ki, bu mənlə danışanlar yoxdurmu? Onların bir peyğəmbəri də var ha, deyim. Rəşid xəlifə Amerikanlı idi. Harav olsun. O qardaş da yəni yəqin Rəşid xəlifə iman gətirib də onda. Bəli. Vüqar, sənə bir söz deyim. Deməli, Peyğəmbərimizin ilk möcüzəsi nə olub? İlk möcüzəsi? Hə. Quran. Hə, Quran olaraq ilk möcüzə. Sıralama olaraq bilmirəm, amma bilirəm Quran-Kərim möcüzəsi. Yox, Qurani-Kərim ilk möcüzəsi olub da. Hə, bəli. Yəni ki, şey olmayaraq, ya oxuması, yazması olmayaraq gətirdiyi bir kitab olaraq. Bəli, Qurani-Kərim olub. Heç görmüsənmi ki, hansısa bir peyğəmbər gəlsin, hansısa bir peyğəmbərin möcüzəsini inkar etsin? İnkar etsin? Əsla belə bir şey ola bilməz. Rəşid xəlifə gəlib, Qurani-Kərimdəki olan ayələri inkar edir. Bu Allahın sünnətinə ziddir. Heç bir peyğəmbərin möcüzələrini inkar etməmişdi. Bu 19'cuların, yəni bu oğlanın da iman etdiyi Rəşid xəlifə gəldi, dedi ki,